Yəqin ki, bu cür misallarla qarşılaşmısınız. Bizdən soruşur ki, 42-nin üstü 87 ədədi hansı rəqəmlə bitir? Bu böyük bir ədəddir. Biz bunu tapa bilmərik. Gəlin asan bir yola başvuraq. Deməli, 42-nin üstü bir dəfə 1 götürək, hesablayaq. 42-nin üstü 1 əlbəttə ki, 42 eləyir. Sonra 2 ilə bitdi. Bunu bildik. Gəlin indi o birisinə baxaq. 42-nin üstü 2. 42-ni kvadrata yüksəltmək bizə lazım deyil. Əsas bizə lazımdır ki, bunun sonuncu rəqəmini bilək. Sonuncu rəqəmi bilmək üçün 2-ni kvadrata yüksəltmək kifayətdir. İlk əvvəlki rəqəmlər bizə lazım deyil. Deməli, bunun sonu 4 rəqəmi ilə bitəcək. İndi 42-nin üstü 3. 42-nin kubuna yüksəltdiyimiz zaman 2-nin kubunu tapsaq, sonuncu rəqəmi taparıq. Yəni 2-nin kubu 8. Deməli 42-nin kubu 8 rəqəmi ilə bitəcək. İndi 42-nin üstü 4. 2-ni 4 dəfə öz-özünə vurduğumuz zaman 16 eləyir. Deməli, bu ədədin sonu 6 rəqəmi ilə bitəcək. Gəlin indi davam edək. 42-nin üzəri 5 bərabərdir. 2-ni 5 dəfə öz-özünə vuranda 32 eləyir. Sonu 2. 42-nin üstü 6. 2-ni 6 dəfə öz-özünə vurmaq neçə eləyir? 2-ni 6 dəfə öz-özünə vuranda 64 eləyir. Deməli, bizim rəqəmlərimiz nədir? Təkrarlandı. 2, 4, 8, 6. Yenə başlayacaq təkrarlanmağa. 2, 4, 8, 6. Bu şəkildə davam edəcək. Deməli, bizə təkrarlanan hissə yox, təkrara qədər olan hissə lazımdır. Baxın, 2, 4, 8, 6. Bu, deməli, 4 dəfədən 1 təkrarlandı. 4 rəqəmdən 1 təkrarlandı. Biz həmin bu təkrarı tapmışıqsa, gətirib üstünü, bu 87-ni təkrara bölürük. Deməli, ikinci mərhələ bundan ibarət olacaq. 87-ni təkrara bölürük, cavab eləyəcək 21, qalığımız da eləyəcək 3. Bizə bu qalıq lazım idi, qalıq. Deməli, nə edirik? 42-nin üstü 3 götürürük, cavabı tapırıq. 42-nin üstü 3 dediyimiz kimi sonuncu rəqəm lazımdır bizə. 2-nin kubu deməkdir, sonuncu rəqəm. O da eləyəcək 8. Deməli, biz qalığı tapıb 42-nin üstündə yazıb cavabı tapa bilərik. Cavabımız 8 eləyəcək.